Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində olan Qobustan Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi Qobustan rayonunda əkilən kənd təsərrüfatı bitkilərinin vaxtında və normalara uyğun olaraq suvarılmasını aparır. İdarə 2025-ci ilin yaz-yay suvarmasını artıq tamamlayıb. İdarə rayonda 2 mənbədən suvarmanı həyata keçirir. Bunun üçün suvarma kanallarından istifadə edilir. Hazırda su itkisinin qarşısının alınması və suvarma suyunun maneəsiz axınını təmin etmək məqsədi ilə torpaq məcralı kanallar lildən təmizlənir. Hal-hazırda Qobustan rayonunun şimal tərəfdən Qozlu çay, cənub tərəfdən Pirsaat çayı əhatə edir. Cənub tərəfdən Pirsaat çayı yatağında demək olar ki 680 hektara yaxın əkin sahəsi vardır ki, həmin sahəni biz suvarma suyu ilə təmin edirik. Qobustan rayonunda əkinlə məşğul olan fermerlər 2025-ci ildə sahələrini normal suvararaq bol məhsul əldə ediblər. Onlar artıq növbəti suvarma mövsümü üçün hazırlıqlara başlayıblar. Biz kənd sakinləri ancaq torpaq yetişdirməklə məşğuluq. Öz ailə büdcəmizi o ilə təmin edirik. Əkin sahələrdə əkmişik, biçmişik. Hal-hazırda da yonca əkmişəm, 4 dəfə biçmişəm, 5-ci biçinə hazırlaşıram. Bunların hamısı suyla əmələ gəlir. Su olmasa həyat olmaz. Qobustan rayonunda əhalini içməli su ilə dayanıqlı və fasiləsiz olaraq təmin etmək üçün Qobustan Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi gücləndirilmiş iş rejimində çalışır. İçməli su sahəsində suyun səviyyəsi 4 ədəd nasosxana vasitəsilə yerinə yetirilir. İdarə ümumilikdə əhali sektoru üzrə 3467 abonentə, qeyri-əhali sektoru üzrə isə 110 abonentə xidmət göstərir. İdarənin içməli su sahəsində əsas su mənbələri Təsi su mənbəyi, Xaltava su mənbəyi və Sündü su mənbəyi təşkil edir ki, hər üç mənbədə tərtib edilmiş plan əsasında işlər aparılır. Rayon ərazisində su və kanalizasiya xətlərində baş verən qəzalar isə idarənin qəza bərpa xidməti tərəfindən müsbət şəkildə həll olunur. Bugünkü gündə biz su mənbəyi olaraq Təsi su mənbəyindəyik. Təsi su mənbəyində 6 ədəd suvartıcan quyu mövcuddur. Suvartıcan quyulardan su əksosmos adlanan sutkalıq sərfi 3800 kub olan əksosmos qurğusundan keçərək əhalinin istifadəsinə verilir. Qobustan rayon ərazisində 3 mənbədir ki, biri Təsi su mənbəyi, digəri Xaltava və Sündü su mənbəyindən istifadə olunur. Hal-hazırda Qobustan rayon ərazisində 57 kilometrə qədər magistral daşıyıcı xətlərimiz mövcuddur. Digər hissədə isə 90 kilometrə yaxın müxtəlif diametrli borlar vasitəsilə əhalinin istifadəsinə dayanıqlı 24 saat su verilir. Qeyd edək ki, Qobustan Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi balansında olan 1577 hektar əkin sahəsinə torpaq məcralı kanallar vasitəsilə xidmət edir.